Artıq müəyyən bir inkişaf alandan sonra gedə bilər sinə idmanına ya da sinə qol qabağına, kürək qol arxasına. Bunları kəsdirmək mümkündür. Artıq bölüşdürəcək. Tutaq ki, bu gün ancaq sinə işləyəcəm, qol qabağı işləyəcəm və yaxud da sabah kürək, qol arxası. Ondan sonra diqqət edəcəyin mövqe bu olacaq. Əgər həftədə 3 dəfə gedirsə, bir əzələni 2 dəfə işlədəcək şəkildə bölməlidir. Bir əzələni 2 dəfə işlətməlidir həftə ərzində. Çünki həftə ərzində 2 dəfə işlətdiyi zaman adaptasiya yaradır. Adaptasiya yaratdığı zaman isə inkişafı təzə. Yəni protein sintezinə baxdığımız zaman haradasa deyə bilərik ki, 36 haradasa 36-72 saat ərzində bədən özünü təzələyir. Əgər 3 gün sonra sənin sinə əzələrin düzəlibdirsə, birinci gün getdiyin idmanda, gələn həftənin birinci günü niyə gedirsən? Əslində doğrudur. Əslində belə deyim, uzun müddət getməyəndə, məsələn mən uzun müddətli getmirəm də. Yəni sırf belə özüm stretching hərəkətləri eləyirəm, o başqa. Amma sırf gedib özümə ağırlığa verəndə o istərsə mən əzələ şoku yaşayıram və o ağrı, o xoş ağrı var da. Yəni dünyanın ən xoş ağrısı.